Riyaziyyat sevərlər, ümumi sınaq 11-dən davam edirik. ABC-dir, natural ədəddir, AB 13-dür, BC 3-dür. Birincisi, uşaqlar biz baxırıq ki, nəyi vuranda 13 eləyir, biri 13-ə vuranda, bəs nəyi vuranda 3 eləyir, biri 3-ə vuranda. Hər ikisində ortaq nə var? 1 var. Demək ki, B-lər 1-dir və C 3-dür, A da 13-dür. Bu üçünün cəmini istəyir. 13 üstəgəl 1 üstəgəl 3 istəyir. Bu da eləcə 17 C variantı. 8-də 5 hissəsi 18 olan ədəd tapın. Hissəsinə görə ədəd tapanda ədədi hissə göstərən ədədə bölürdük. Yəni 18-i böləcəm 5-də 3, o da vurulsun 3-də 5 deməkdir. Bu da eləcək 30. Və yaxud da deyirik ki, hansı ədədin 5-də 3 hissəsi 18-dir. Yəni hansı ədədi 3-ə vurub 5-ə bölüblər və 18 alıblar. Bu şəkildə də sistem qurub işləyə bilərsiniz. 3x bərabərdir 5 vurulsun 18, x də bərabərdir 18 vur 5 böl 3. Bu da yenə 30 eləyəcək. Üçüncü, məxrəci 5 onlu ixtisar olunmayan adi kəsirlər onlu kəsirə çevirdikdə aşağıdakilərdən hansılar kəsir hissəsində rəqəmlər ola bilməz. Deməli, məxrəci 5 onlu ixtisar olunmayan adi kəsirləri onlu kəsirə çevirdikdə aşağıdakilərdən hansılar kəsir hissəsindəki rəqəmlər ola bilməz. Uşaqlar, bu sualda deyir ki, yəni mən məxrəcim 5-dir və ixtisar olunmur. Məsələn, 5-də 1, 5-də 2, 5-də 3, 5-də 4, 5-də 5 və bu zaman deyir, bunu bölsək, məsələn, 1-i 5-ə böləndə nə olur? 0,2, 2-ni 5-ə böləndə 0,4, 3-ü 5-ə 0,6, 4-ü 5-ə 0,8, 5-i 5-ə böldükdə 1, bu heç, bunu götürmürük. Burada uşaqlar, məxrəcin kəsir hissəsi nələr oldu? 2, 4, 6, 8. Deməli, deyir, cavablarda 2, 4, 6 və 8 olanları götürmə. Geriyə nə qalır? 1, 3, 5, 7, 9. B variantı. Tam ədədi göstərin, deyir uşaqlar. Tam ədədi hansı olacaq? Birinci A variantında kökdə 2-dən 1 çıxanda irrasionaldır. Kökdə 41 kökdən çıxmır. Y ədədi tam ədəd deyil. Pi ədədi 3 tam 100-də 14-dür, amma bu sonsuz davam edən ədəddir. Ona görə bu da tam deyil. Geriyə qalır kökdə 2 üstündə 4. Burada uşaqlar 4 ilə bu gedir 2 qalır. Qalır 2-nin kvadratı. Bu da bizə 4-ü verir. Cavab Y variantı. Malın qiymətini əvvəlcə 6%, sonra isə 2 dəfə azaltdılar. Uşaqlar, malın qiyməti, məsəl üçün, mənim malım 100-dür. Həmişə bu tip suallarda 100 götürün. Əvvəlcə 6% azaltdılar. Yəni 6% azaltdılarsa neçə faizini tapırıq? 94 faizini tapırıq. Bu da eləyir neçə uşaqlar? 94 eləyir. Deməli, sonra isə 2 dəfə azaltdılar. Sonra da 2-yə böldülər. 94-ü 2-yə böləcəm uşaqlar, düşəcək 47. Malın qiyməti neçə faiz azaldı? Öncə 100 idi, 100 faiz idi, sonra 47 oldu. Nə qədər azaldı? 47 faizdir. Yəni neçə faiz azalmış olur? 100-dən çıxacam 47-ni. Bu da eləyəcək 53 faiz. Deməli, 53 faiz azalıb. Və 6-cı sual, m kvadrat çıxılsın 2 0 olarsa, m üstü 8 üstəgəl 7-ni tapın. Uşaqlar, burada gəlin belirləyək. M üstü 4 bərabərdir 2 yazaq. Burada da M üstü 8-i M üstü 4-ün kvadratı kimi yazaq. Burada M üstü 4-ün yerinə 2 yazaq. 2-nin kvadratı üstəgəl 7. 4 üstəgəl 7. Bu da bizə 11-i verəcək. Çoxhədlini sadələşdirin deyir. Birincisi, uşaqlar kvadratı yüksəldib açarıq. Deməli, x kvadratı çıxılsın 6x üstəgəl 9. Üstəgəl x kvadrat çıx 8x üstəgəl 16 çıx 25. Burada uşaqlar 9-dan 16, 25-dən ixtisar gedəcək. X kvadratın üstünə x kvadratı gələndə 2-dən x kvadratı, mənfi 6x, mənfi 8x, mənfi 14x eləyir. Hər ikisində ortaq 2 var və x var. Geridə nə qalır? X çıxılsın 7, B variantı. İfadəni sadələşdirin deyir. Birincini vuraq açaq uşaqlar. 4x kvadratı çıx 12xy üstəgəl 9y kvadratı üstəgəl 18xy bölünsün 8x kubu çıx 27y kubu. Bunu da açaq uşaqlar. 8x kubu nədir? 2x-in mötərizə kubudur. 27 də 3y-in mötərizə kubudur. Və bunu açsam uşaqlar, o zaman mənə nə verəcək? Məxrəci silək. Deməli, a kubu çıx b kubu a minus b, 2x minus 3y və a kvadratı 4x kvadratı üstəgəl AB, çıx A, daha doğrusu üstəgəl AB, üstəgəl 6xy, üstəgəl B kvadratı, 9y kvadratı. Uşaqlar, bax, bu sürətdəki ilə eynidir.
4x kvadratı üstəgəl 6xy üstəgəl 9y kvadratı. Çünki burada -12 ilə 18 bizə müsbət 6y verir. Buradakı məxrəcdəki ilə eyni olduğu üçün məxrəcdəki ilə ixtisar gedəcək və geridə qalacaq uşaqlar sürətdə 1, məxrəcdə isə 2x çıxılsın 3y. A variantı. A deyir sıfırdan kiçik olduqda ifadənin hansı mənası var? Uşaqlar baxın. -1, məsəl üçün A variantına baxırıq. Mənfini mənfiyə vuranda nə olur? Müsbət olur. Deməli, A-nın mənası var. Bura baxın. Mənfi ədəd 16-ya vuranda mənfi ədəd eləyir. Kök həddə mənfi mənası yoxdur. Kök həddə mənfi mənası yoxdur. Bunlarda da uşaqlar ədəd kvadratı yüksəlib. Kvadrat nədir? Müsbətliyi təmsil eləyir. Müsbəti mənfiyə vuranda cavab nə eləyir? Mənfi. Kök həddə mənfilərin mənası yoxdur. Ona görə cavab A olur. İfadənin qiymətini hesablayın. Uşaqlar bununla 4 gedir modulda çıxır, 2 çıx kökdə 5. Üstəgəlsin bununla bu gedir yenə modulda çıxır, 3 çıx kökdə 5. İndi uşaqlar bir şey diqqət edin. Modulun içi müsbət olmalıdır. Ona görə də modulda cavabınız mənfidirsə yerini dəyişdiririk. 2-dən 5 kökdə 5 çıxsa nə olur? 2 kök həddə 4 deməkdir. 4-dən kökdə 5 çıxanda da artıq bunlar neyinir? Balacadan böyük çıxmaq olur. Yəni mənfi. Mənfi ədəd nə olur? Yeri dəyişib çıxır. Yəni 5 çıxılsın 2 üstəgəl. 3 çıx kökdə 5 müsbət ədəddir. 3 çıxılsın kökdə 5 qalır. Hər ikisində kökdə 5-lər var. Gedir. Geriyə qalır. -5-in üstünə 3 gəldikdə eləyir 1 Y variantı. 11-ci sualı keçirir uşaqlar. NA deyir 2 MB-yə böldükdə 3-dür. Yəni uşaqlar gəlin belə eləyək. Baxın buradan belə şəkil çəkək. Deyir ki, bura A çoxludur, bura B çoxludur. A çoxluğuna B çoxluğunun kəsişməsi 12-dir. A çoxluğunu B çoxluğuna böldükdə 2 böl 3 alıblar. Yəni bura 2x çıx 12-dir, burada 3x çıx 12-dir. Və bunların cəmi deyir 28-dir. Bunları toplasam eləyir 5x üstəgəl 12, daha doğrusu çıx 12 bərabərdir 28-ə. Bu üçünü toplayanda 5x çıx 12 eləyir. 12 bu tərəfə keçir. 5x bərabərdir 40-a, x də bərabərdir 8-ə. Mən x-i tapdım 8-dir. Mənə deyir sadəcə B-yə aid olanları tapa bu hissəni. B-yə aid olanlar nə deməkdir uşaqlar? B-yə aid olanlar odur ki, 3x çıx 12-nin yerində x-in yerinə 8 qoyacağım. 3 vur 8 çıx 12. Bu da eləyəcək 12. Cavab D variantı. Tənliyi həll edin. Uşaqlar hər ikisində x minus 3 var. Hər iki tənliyi x minus 3-ü ixtisar eləyə bilərik. Amma bir şeyə diqqət edin. X minus 3-də x heç vaxt 3 olanmaz. Bu şərti diqqətli olun. Çünki məxrəcdir. Bundan sonra ixtisar eləyə bilərik. Geridə nə qalır? X kvadrat çıx 6 bərabərdir 3-ə. X kvadrat bərabərdir 9-a. X də bərabərdir müsbət mənfi 3-ə. Deməli, nəyə qoyamaram? Müsbət 3-ü qoyamaram. O zaman cavabım nə olacaq? Mənfi 3 olacaq. B variantı. Qrupda 15 qız oxuyur. Qızların 40%, yəni 15-in 40%-ni tapaq uşaqlar. 6 eləyir. Deməli 6-sı və oğlanların 3-də 2-si semestr əlaçı bitirdi. Qrupun 50%-nin semestr əlaçı bitirdiyini bilərək oğlanların sayını tapın. İndi uşaqlar, bizə nə lazımdır? Gəlin qıraqdan yazaq. Bu qızlar, bu oğlanlar. Qızlar 15 nəfərdir. Bunun əlaçısı 6 nəfərdir. Oğlanların sayı bilmirəm x-dir, amma oğlanların da 3-də 2-si əlaçıdır. 3-də 2x. İndi bu ikisinin cəmi, yəni 6 üstəgəl 3-də 2x qrupun 50%-ni təşkil edir. 50% nədir? 15 üstəgəl x-in yarısı deməkdir də, yəni qızdan oğlanların cəminin yarısı. Buradan oğlanları, yəni x-i tapa bilərik uşaqlar. Gəlin hər tərəfini 6-ya vuraq. Hər tərəfi 6-ya vursaq, buranı 6-ya vururam, buranı 6-ya vururam və buranı 6-ya vururam. 6-nı 6-ya vuranda 36 eləyir, 6-nı 3-ə vuranda 2, 4x eləyir. Burada bu gedir 3 qalır. 15 üstəgəl x vurulsun 3 eləyir 45 üstəgəl 3x. Burada x-ləri bir tərəfə keçirirəm. 4x çıx 3x bərabərdir. 45 çıx 36-ya. 4x-dən 3x çıxanda x qalır. 45-dən 36 çıxdıqda da qalacaq 9. Deməli, oğlanların sayı 9-deymiş. Bizdən də oğlanların sayını istəyirdi. Tənliklər sistemində x, y kasını tapın. Gəlin birinci uşaqlar bunu yazaq. X, y ortaq məxrəc nədir? X, y. Burada qalır x kvadrat üstəgəl y kvadrat bərabərdir 2-yə. Mən x kvadrat üstəgəl y kvadratında belə yazıram. X plus y-in mötərizə kvadrat çıx 2x y kimi.
bərabərdir 2-yə. Buradan x plus y-in yerinə də 4 var. Yazıram 4-ün kvadratı çıx 2xy bölü xy bərabərdir 2-yə. 4-ün kvadratı deyilir nə? 16. Deməli 16 çıx 2xy bərabərdir 2xy-a. Bunu bu tərəfə keçirəndə 16 bərabər 4xy-a. Hər tərəf 4-ə böləndə 4 bərabərdir 2xy-a. Demək xy hasilini istəyirdi, o da 4-ə bərabərdir. Sinifdə 23 şagird oxuyur. Sinifdə 4 qız gələrsə, qızların sayı oğlanların sayının 5-də 4 hissəsinə bərabər olar. Əvvəlcə sinifdə neçə qız oxuyurdu? Bax uşaqlar, mən bilmirəm qızların sayı olsun, oğlanların sayı. Qızların sayını x deyirəm, oğlanların sayını y. Sinifdə 23 şagird var. Yəni x-dan y-in cəmi 23-dür. Bax, bunu qıraqdan yazdıq. Sinifdə 4 qız gələrsə, yəni qızların üstünə 4 gələriksə, qızların sayı oğlanların sayının 5-də 4-dür. Yəni qızların sayını oğlanların sayına böldükdə qalır 5-də 4. Bunu da çarpaz vuraram. Eləyəcək 5x üstə gəl 20 bərabərdir 4y-a. Bunu bir tərəfə keçirərəm. 5x çıx 4y bərabərdir 20-yə. Bir də əvvəlcə bilirdim ki, x-dan y-in cəmi 23-dür. Aşağıdan 4-ə vurarıq uşaqlar. Yuxarı olduğu kimi qalsın. Yəni 5x çıx 4y bərabərdir 20-yə. Aşağıdan 4-ə vuranda 4x çıx üstə gəl 4y bərabərdir 23-ü 4-ə vuracam. Eləyəcək 92. Buradan tərəf-tərəfə toplayanda 9x bərabərdir 2, 112. X də bərabərdir 112-ni 9-a böləcəm. Amma bu tam bölünmür uşaqlar 112 9-a. Deməli, bəlkə də nə isə səhv elədik. Bir daha suala baxaq, gözdən qaçırdığımız bir şey varmı deyə. Deyir ki, gəlin bu hissəni silim. Aha, sinifdə deyir. Baxaq indi uşaqlar, sinifdə 23 şagird oxuyur. Sinifə 4 qız gələrsə, qızların sayı oğlanların sayının 5-də 4 hissəsinə bərabərdir. Yəni, oğlanların sayının 5-də 4. Belə deyək də, məsəl üçün qızların sayı, oğlanların sayı. Qızların sayı x plus 4-dür. Oğlanların sayı y-də bilməm nə qədərdir də. Amma deyir, qızların sayı oğlanların sayının 5-də 4-dür. Yəni, qızların sayını oğlanların sayına böldükdə 5-də 4 qalacaq. Yəni, 5-dən 4 hissəsidir. Tamam, düz getmişik. Çarpaz vursaq, eləyəcək nə? 4y bərabərdir 5x üstə gəl 20-yə. Bir tərəfə keçirək. 5x çıx 4y bərabərdir 20-yə. Buradan da x bərabərdir 23 çıx y olsa, ya da y bərabərdir 23 çıx x. Gətirək y-in yerinə yazaq. 5x çıx 4 vurulsun 23 çıx x bərabərdir 20-yə. 5x çıx 23-ü 4-ə 92 üstə gəl 4x bərabərdir 20-yə. Yəni həm eyni şey olur. 9x bərabərdir 112, x də bərabərdir. Kəsr alınır bu 12 tam neçəsə deyə. Burada uşaqlar, bəlkə də sualda nəsə səhvlik var. Uşaqlar, bu suala bir daha baxarıq, amma 15-ci sualdan vaxt itirməyək. Yəni, belə deyim, əgər dərsin axırında baxaraq bunun uyğun olan cavablarına. Sadəcə elə ki, biz yazdığımız sualda bir problem yox idi, yəni səhv getmədik. Ola bilər, sualın özündə səhvlik olar. Yenə də bu sualla bağlı düzgün cavabı belə deyək işlədikdən sonra rəy hissəsini alta yazacağım. Əgər cavab yoxdursa, bunun haqqında da məlumat verəcəm. Vaxt itirməyə. 16-cı suala keçək. Kök altında x kvadratı kiçikdir 3 olarsa bərabərsizliyi həll edin. Unutmayın, burada köklə bu gedəndə modulda çıxacaq və modul içi 2 şəkildə açırdı. Bir olduğu kimi açırıq, bir də əks işarəsi ilə açırıq və işarəni dəyişirik. X 3-dən kiçikdir, mənfi 3-dən böyükdür. Aralıq hara olacaq? Mənfi 3-dən 3 aralığı. Qonşu bucaqların nisbəti 3-ün 2-dir. Yəni 3x, 2x nəyə verəcək mənə? Cəmi 180 verəcək. 5x 180-dirsə, x də 36 olacaq. Kiçik bucağın natural bölənlərini istəyir. Kiçik bucaq hansıdır uşaqlar? 2 vur 36. 2 vur 36 da eləyir. Neçə? 72. İndi nə istəyir? 72-nin natural bölənləri sayını istəyir uşaqlar. Öncə gəlin 72-nin natural bölənlərini tapaq. 72-ni bölürəm 2-yə.
Düşəcək 36 böləcəm 2-yə 18 böləcəm 2-yə 9 3 3 1. Deməli oldu 2 üstündə 3 3 üstündə 2. Natural bölənlərin sayını tapan zaman n plus 1 k plus 1 n plus 1 və k plus 1 düsturundan gedirik. Yəni qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vururduq. Bu da eləyəcək 4 vur 3, yəni 12. A variantı. Üçbucağın iki tərəfi 6,4, 7,8-dir. Üçüncü tərəfini ala biləcək tam qiymətlərin ən böyük ilə ən kiçik cəmini tapın. Üçbucağın üçüncü tərəfi iki tərəfin cəmi ilə fərqi arasında yerləşir. Yəni uşaqlar nə edəcəm? Cəmləyəcəm və fərqləyəcəm. X buradan bərabərdir. Deməli, burada 6,4-dən 7,8 çıxanda 1,4 qalır. 6,4-ün üstünə 7,8 gəldikdə uşaqlar 14,2 elir. Tam hissə hansı tam ədədlərin arasında 2 tamla 14 tamın arasında yerləşir. Ən böyük ilə ən kiçiyi 2 ilə 14-dür. Cəmini istəyir, cəmi 16 olacaq. Tənliyi ilə verilən mərkəzi koordinat başlanğıcında hansı məsafədə yerləşir? Uşaqlar, bu mənim deyək ki, koordinat sistemimdir. Mərkəzi veribdir 3 ilə -4, yəni x 3-dür, y -4-dür. Bu mərkəzdir. Mərkəzdir koordinat başlanğıcından, bu çevrən mərkəzidir. Hansı məsafədə yerləşir? O zaman uşaqlar bu xətti tapacaq. Bu xəttin uzunluğunu da tapanda deyərik ki, bura 4-dürsə, bu hissədə 4 olacaq, bu hissə 3-dür, bu uzunluqda 5 olacaq. Yəni kök altında əslində bizdən AO məsafəsini istəyir. Nə edəcəm? 3-dən 0-ın çıxıb kvadratı yüksəldəcəm. -4-dən 0 çıxıb yenə kvadratı yüksəldəcəm. Bu da kök altında 25-i verir. Bundan da 5 çıxır. Cavab olacaq Y variantı. Düzbucaqlı polipetin 3 ölçülərindən biri neçə dəfə artırmaq lazımdır ki, həcm 3 dəfə artsın. Birini istəyirsə, uşaqlar elə 3 dəfə artırmaq lazımdır ki, həcm də 3 dəfə artsın. 3 ölçüsündən birini istədiyi üçün həcmi 3 dəfə artırırsa, deməli V bərabərdir ABC-yə görə. Məsələn, bunu 3 dəfə artırsan, həcm də 3 dəfə artacaq. Cavab olacaq 3. Keçirik 21-ci suala. Sinifdə 20 şagirdin 14-ü əlaçı deyil. Deməli, neçəsi əlaçıdır uşaqlar? 6-sı əlaçıdır. Sinifdəki seçilmiş bir şagirdin əlaçı olması ehtimalını tapın. Deməli, uşaqlar 20 uşaqdan biri lazımdır. Bu da əlaçılardan olsun. Yəni 20-də 6 ehtimal, 10-da 3 ehtimal. Yəni 0,3 ehtimaldır bu. Funksiyanın qrafiklərinə görə ABC işarəsini təyin edin. Bax, bu sual diqqətli olun, düşə bilər. Uşaqlar, öncə baxırıq, A-nın işarəsi nədir? Müsbətdir, çünki qollar yuxarıdır. A müsbətdir. Y oxunu harada kəsir? Müsbətdir, deməli C müsbətdir. Simmetriya oxu haradır uşaqlar? Mənfidədir. X 0 mənfidir. Əgər A ilə X 0 əks işarəlidirsə, B müsbət olur. A ilə X 0 eyni işarəli onda B mənfi olacaq. Deməli, burada hər üçün işarəsi müsbətdir. Burada x istəyir uşaqlar, deyirik 6-ın kvadratı bərabər 4 vurulsun bütün hissəyə. 36 bərabər 4 vurulsun 4 plus x-ə. Buradan 36-ın 4-ü böləcəm 9 bərabərdir 4 plus x-ə. X də bərabərdir 5-ə. Deməli, x-i istəyirdi, x 5 olacaq. Burada uşaqlar, bura alfadır, bura alfadır. Bura bettadırsa, bura betta olur. Burada hər ikisi üçün qamma olur. Deyirəm, qamma qabağındakı 5-in digər qamma qabağındakı 10-a nisbəti. Alfa qabağındakı 5-in, alfa qabağındakı 6-nın digər alfa qabağındakı 4 plus y-a nisbəti. O da bərabərdir. Beta qabağındakı 4-ün digər beta qabağındakı 6 plus x-a nisbətinə. Məsələn, burada sistem təmlik quracam uşaqlar. Hər birində nə görürəm? Bax, 5 böl 10 nədir? 5, 10. 2-də 1-dir də. Deməli, hər birində məxrəc sürətdən 2 dəfə çox olacaq. Bura 6-dırsa, bura 12 olmalıdır. 8 olmalıdır. 4 olduğu üçün sürət. Deməli, 4 plus y 12-dir. Y 4, 8-dir. 6 plus x 8-dir. X də 2-dir. X-dan y-ın cəmini istəyir. 2 ilə 8-in cəmi də olacaq 10. 25-ci sual uşaqlar. ABCD düzbucaqlı üçbucaqdır. ABD 24-dür sahəsi. ABD. O zaman uşaqlar, nə deyirəm? Bura K olsun. 8 vur K bölünsün 2 bərabərdir 24-ə.
8K bərabərdir 48-ə, K da bərabərdir 6-ya. Deməli, bura 6 imiş. Və deyir ki, A, B, C-nin sayısını tapın. Uşaqlar, belə deyim, bura 17-dir. Bura 10 olacaq o zaman. Üçüncü tərəfi tapıb da gedə bilərik. Və yaxud da uşaqlar, baxın. Bura 17-dir, bura 8. 17-nin kvadratından 8-in kvadratını çıxsaq neçə qalacaq? 289-dan 64 çıxıram. Bu da 225, yəni 15. Aşağı 15 olmalıdır. Aşağı 15 olsa bütöv, bu xət 15-dir. Sahə indi ABC-nin sayəsini tapsam, SABC-nin sayəsi nə qədər eləyir? 8 vur 15 bölü 2. Bu da eləyəcək uşaqlar 60. Deməli, bütöv sahəm, bu bütöv 60-dır sahə. Bəs bu ABD nə qədər idi? ABD-nin sayəsi də 24 idi. Yəni, bura 24-dürsə, digəri neçə olacaq? Digərinin də, yəni, bu qırmızı yerin sayəsi də 60 çıxılsın 24 olacaq. Yəni, 36. Sahəmiz 36 olacaq. Əgər bu tipdə aydın deyilsə uşaqlar, o zaman növbətini eləyərik. Baxın, belə gedərik. Bir dənə bu hissələri biraz silim. Buranı 15 tapdıq, elə deyil. 6-sı buradası, bura nə qədər qaldı? 9-u. İndi sahəni tapmaq üçün nə edəcəm? 8 hündürlükdür. Hündürlüyü 9-a vuracam. Böləcəm 2-yə. Yenə eyni qayda ilə 36 cavabını alacaqsınız.